Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi olan Allahımıza ki, artıq neçə gündür oruç tutmağı, namaz qılmağı, zikr və dualar etməyi bizlərə əta edib. Məğfirət ayıdır. Günah və xətalarımızın bağışlanma ayıdır. Bizim bir şəxsiyyət kimi formalaşmağımızda mühüm aylardan biridir. Bu ayda gərək biz bağışlanmaq üçün hər cür cəhd eləyək, yəni boş dayanmayaq, boş qalmayaq. Və bu ərəfələrdə təbii ki, sizləri də, olsun ki, bizləri də müxtəlif məclislərə dəvət eləyirlər, tədbirlər olur. Xüsusən iftar məclisləri yaxşı mənada bu halda, bu vəziyyətdə daha öndə olur. Olsun ki, biz bəlkə də gündəlik həyatımızda bu məsələyə diqqət eləmirik. Amma burada bir önəmli məsələ var. Biz onun üstündən keçsək, bizim həyatımızı bərbad eləyər. Axirətimizi belə əlimizdən almağa səbəb ola bilər. Bu nədir? Bu bizim gündəlik, xüsusən mübarək Ramazan ayında qəbul etdiyimiz qidalar, onların, bu loxmanın, bu tikənin halal və ya haram olmasıdır. Əvvəldə bir dənə söz deyim, elə o sözün başlığı altında dərsimizə davam eləyək. Hətta saxlayın, haram tikə gec-tez bizə təsir qoyacaq. Haram tikə birbaşa əxlaqa, əxlaqımız yəni birbaşa haram tikənə əlaqəlidir. Birbaşa əxlaqa təsiri var. Halal tikənə təsiri var, haram tikənə təsiri var. Kim haram isə, diqqətli olun ha. Hər məclisə də həmin dəqiqə razılıq bildirməyin. Diqqət edin, analiz edin. Sizə kim çağırır məclisə, kimin məclisində olursunuz? Nə olsun sən xətibsən, nə olsun sən məddaxsan, nə olsun sən məsəl üçün bir ruhanisən, ilahiyyətçisən. Elə möminin əsas işi bəsirətli olmağıdır. Bir daha deyirəm, qida məsələsində, təam məsələsində mütləq və mütləq diqqətli olmaq lazımdır. Biz səbrimizlə nəfsimizi cilovlamalıyıq. Dünən biz keçdik. Oruç yəni səbir. Səbir yəni iradəyə təkan. İradə üçün ən böyük stimul, ən böyük ampula, ən böyük dərman, ən böyük motivasiya, ən böyük zirək, ən böyük dəstur. Səbir budur. Biz səbrimizlə nəfsimizi cilovlaya, eyni zamanda vücudumuza, xüsusən cismimizə daxil olan qida rasionunda daxil etdiyimiz o maddələrə diqqət eləyək. Yəni, mən bunun mənbəyinə baxmalıyam. Mən bu ruzinin haradan gəldiyinə diqqət eləməliyəm. Bəlkə də Ramazan ayında ən çox toxunulması mühüm olan mövzulardandır. Amma ən az üstündən keçdiyimiz mövzudur. İftara çarpar mən filan, ayıb getməsəm ayıbdır və gedirlər, həvəsdən gedirik. Amma o getdiyimiz iftar məclislərində biz hansı qidanı qəbul edəcək? Bu mühümdür. Böyük aliflərdən, böyük alimlərdən biri var. Olubdur, bunu böyüklər danışırdılar. Zamanəsinin böyük alimlərindəndir. Bir dəfə iftara çağırmışdılar. Getdi, amma iftar məclisində süfrəyə çörək gələndə yemədən durdu, getdi. Sonradan məlum olmuş ki, bu niyə o çörək iftarda nuş eləmədi? Deyir, məlum oldu ki, süfrəyə ki, o bizdə padnus deyərlər də, qab deyərlər. Deyir, məlum olub ki, məna aləmindən ki, o qablarda gətirilən xörəklərin içərisində haram deyilməsi, əti haram olan heyvanların forması gəlirmiş. Əlbəttə, bu xas mövzuda, belə mövzular çalışırıq ki, çox danışılmasın, belə cəmaatda biraz başqa bir ab-hava yaratmasın.
Bəsirət sahibləri diqqətli olurlar həmişə. Arif adamlar, Allah dostlar diqqətli olur. Mömin insanlar diqqətli olmalıdırlar. Həmişə çağırılan yerə diqqət edin, hara gedirsiniz. Və orada nə yeyəcəyinizə mütləq diqqət edin. Mütləq. Məlum olur ki, həmin o alimin, həmin o arifin, o ki, onu çağırmışlar iftar süfrəsinə, sən demə məlum olub ki, o adam sələm verən imiş, sələm yiyən imiş. Faizə pul verilmiş. Biz buna diqqət eləmirik. Mənə çağırıblar da iftar süfrəsində. Hər yardımı da qəbulləmini. Falan kəs mənə yardım edir. Bax, gör yardım sənə kim eləyir? Gör o pul sənə kartava kim atır? Gör dəstəyi kim bildirir? Maksimum çalışdığın qədər, mümkün olduğu qədər bu məsələlərə diqqət elə. Vay o gündən ki, yoldaşının ya xanımının qazancı bir haram yolla. Bəzən olur görürsən, hətta inansız insanların da içərisində görərsən ki, biraz qabağa düşmək üçün məhkul işlərlə məşğuldular. Nə bilim, adını müasir lotereya qoyub, qumara meyilli işlərlə çörək pulu qazanmağa çalışan təəssüf bəzi əzizlərimiz olur. Bilmirlər ki, bu onlardan aldığı, o pulla aldığı qidalar sonradan bunun övladına, ailəsinə çox mənfi təsir qoyacaq. Və fəsadları bunun gələcəkdə olur, ha. Olsun ki, 2 günə, 3 günə hiss olunmasın. Amma bir müddətdən sonra biraz diqqət eləyə bilirsən, görərsən ki, bu adamın yolunda sapmaları var. Artıq fərqli meyilləri formamış. Bir də baxsan, bir yaxşı tanıdığın adamdır, elə bunun halı dəyişibdir. Bu belə deyil daxı, nə oldu buna? Əlbəttə, indi suyu zənn eləmək də olmur, yaxşı yozmağa. Da görsən, bu yaxşıya doğru getmir. Bil ki, bunun əsas səbəblərdən biri qidasında problem var. Ya oturub avara damarın çörək yiyibdir, ya məhkulub bir məclisdə iştirak edib, Allah istəməyən bir tədbirdə olubdur, hansısa bir qidanı bismillahsız kəsilən bir heyvan və hansısa bir qidadan təmin edibdir. Çox mühüm prosesdir bu. İnsan vücudu, insanın bax bədəni vücudu, elə bil ki, bir dənə zavoddur. Bir dənə fabrikdir, bir dənə sexdir. Bir dənə müəssisədir, bir dənə obyektdir. Elə bil ki, bədənimiz bir dənə obyektdir. Bir dənə müəssisə bir şey istehsal edir. Müəssisəyə əlbəttə yaxşı xammal versən, gözəl məhsul alır. Görsən, 2 dənə məhsuldur, eyni məhsuldur. Məsələn, bir dənə ayaqqabıdır. Eyni formalı, eyni razmir, eyni rəngdə. Ayaqqabının birinin qiyməti 12 manatdır, birinin qiyməti 90 manatdır. Görsən, bunun fərqi nə oldu ki? Eyni telefondur, məsəl üçün. Telefondur. Eyni markadır. Məlum olur ki, birini o padval deyirlər də bizdə, yeraltı sexlərdə hazırlanıb, heç o müəssisənin bundan xəbəri yoxdur. Bir də amma orijinal müəssisə öz tərəfindən orijinal xammalla hazırlanıb. İndi bizdə bunu el arasında bir qəribə ad deyirlər, bir hansısa bir ölkə adına bunu əlaqələndirirlər. Yəni, yaxşı xammal versən, gözəl məhsul alacaqsan. Bax, haram qida bu cürdür, ya. Haram qida bu cürdür. Övladı var, xanımına, həyat yoldaşı var, ailəvə gətirdiyin qida haram olsa, mümkündür, əziyyət çəkmirsən o işin müqabilində. Əziyyət çəkmirsən. Amma diqqət eləməmsən. Diqqət eləməmsən. Çox mühüm prosesdir. Mən deyərdim ki, əsas təsirlərdən biri budur. Əxlaqımızın yaxşı istiqamətlərdə meyillənməməsi. Səhv istiqamətdə meyillənməsin. Bir səbəbi də budur. Bir də yoxsan biri gəl, bir valideyndir, övladım narahatdır, oğlum yolunu azır, oğlumla bacara bilmirəm, nə bilmək, oğlum əsəb xəstəsidir, mən də nervli insanım, nervoloji adamam, xəstəyəm, bunu yığa bilmirəm, avralara qoşulur, nə bilim, amma namaz da qılır, amma xeyri yoxdur. Bil ki, bu adamın qidasında problem var, bunun mühitində problem var. Bunun dostluğunda problem var. Deyir, insan dostunun dinindədir, hədis var. Dünənlərim dedik bu hədisi sizə.
İnsan dininin dostundan əleyhissalam buyurur. Haram lokma da bu cürdür. Əməli salih olmaq mümkün deyil. İmanlı və ixlaslı ola bilməzsən. İxlaslı namaz sənin üçün çətinləşdirir. Səmimi dua edə bilmirsən. Diqqət edin, nə qədər insanlar var ki, namaza tez-tez qılıb qutarırlar. Nə qədər adam var ki, tez işini yola vermək üçün namazı yola verir, namazı qurban verir. Halbuki işlər namaza qurban verilməlidir. İstisna hallarda indi evin yanar, Allah uzaq etsin, bir ağır xəstən olar, o başqa məsələ. Biri sevdiyi xanımla görür, tez çapar, Allah kimi namazını qılır. Biri sevdiyi oğlanla görüşmək üçün tez namaz. Biri nə bilim, rəfiqələrlə çıxacaq hansısa bir molda, bir parka gəzməyə gedəcək. Də bunu maşın gözlüyor, tez yapar namazını qılır, yox. Bu cür olmalı deyil. Bir əzan və qılarına birazdan qalaram. Qoy çörəyimizi yeyək qılaraq və ya qoy bir dənə bu iş həlli yox, əstəğfurullah. Böyük alimlər olub. Yadından çıxıb həmin alimlərdir. Bir dənə konferans zamanı, dövlət tədbirində konferans zamanı konferansı yarımçı qoyur. Gör namazın qılıq gəl. Deyir, mənim üçün mühüm olan budur. O rəhmətli Hadşahın sözü vardı, Allah rəhmət eləsin ustada. Deyirdi ki, insan qəlbində zərrə qədər dünya sevgisi varsa, heç vaxt deməyin ki, biraz imanı yox. İnsan ya imanlı, ya imansızdır. Yadda saxlayın. Dində belə şey yoxdur. Sredni olsun, orta olsun, nə bilim, beşon, belə şey yoxdur. Ya imanlı, ya imansızsın. Və imam zaman da gəlindir, bu cür olacaq ha. Ağa geyim, düşünüm, gəlim, ya əslində belə şey deyil. Ya imanlısan, ya imansızsan. Bilirsiniz nə qədər fəsadlara səbəb olur bu. Mən Allah qoysa dərsin sonunda bir dənə hadisən deyəcəm sizə. Şərik qazinin həyatından sizə bir misal deyəcəm. Çox məşhur hadisədir. Diqqətlə dinləyərsiniz inşallah. Bilirsiniz nə qədər mənəvi fəsadlar var. Mənəvi fəsadlar var. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, hər kim duasının qəbul olmağını istəyirsə, ruzisini, qazancını pak eləsin. İlk fəsadlarından biri budur ki, duanı qəbul eləməyəcək. Dua qəbul. Hətta görsən, bəzən hədis və rəvayətlərdə var ki, insan bilmədən belə haram tikə yeyəndə onun duasına bir hicab çəkir. Yəni bir qadağa, bir sədd olur, bir divar olur, yubadır duanı, qəbulunu. Bir dənə söz deyim sizə, haram yiyən adamlar haqqı eşidə bilmirlər. Qəlbi qaralır. Bir adam gördün sənin başa düşmür, anlamaq istəmir. Bir ki, o adamın qidasında problem var. Bir dənə düsturdur sizin üçün. Bizim üçün bir dənə düsturdur. Qəlbi qara adamlarda qidanın haramlığında problem var. Halallığında problem var, daha doğrusu. Çünki bir haqqı rahat qəbul edə bilmir. Bir dənə haqqdır, rahat qəbul edə bilmir. Bilin ki, tikəsində problem var. Bir söz deyirsən, qəbul edə bilmir. İndi mən dərinə getmirəm, o zərrə aləmində, ruhlu aləmində, nə bilim, ona getmirik. Təkcə özündə yox, ha, övladlarının da xasiyyətində özünü göstərir. O birdən deyir, valideynlərin bəzi şeylər övladlara təsir qoyur. Bunun bir mənası budur ki, qidaya görə belədir bu. Övladı və haram qida yedizdirsən, o cür olacaqdır. Gəlib sən üzvü ağ olacaqdır. Mən bir yana hadisə deyim inşallah. İmam Hüseyin Aleyhisselamın həyatını oxumusunuz. Həyatını oxumusunuz. Seyyid-i Şühəda düşmən ordusuna xutbə eləyirdi. İmam Hüseyin Aleyhisselam düşmən ordusuna xutbə eləyirdi. Ağa deyir, xutbə eləyəndə səs-küy salıb ona mane oldular. Niyə qorxurdular da? Kimsə birdən İmam Hüseyin tərəfə keçər. Siz bilirsiniz, o nə səs-küy eləyirdilər? O aydın məsələdir. Yəni, İmam Hüseyin tərəfə keçməsin deyə bunlar səs-küy eləyirdilər. Amma əsas orada bir səbəb var idi. İmam Hüseyin Əsəb gözəl bir söz dedi. Dedi, bilirsiniz, bunlar ay cəmaat niyə səs-küy edir? Mənim sözümü eşitmək istəmirlər. Qoymurlar cəmaat da eşitsin. Çünki qarınları haram loxmayanda olub buna görə. Bəli, insan haram yedi, haqqı da eşitmək istəməz. İnsan haram yedi, xanımına ehtiram eləməyəcək.
xanımının qadınlığına hörmət qoymayacaq. Övladının şəxsiyyət kimi formulaşması imkan yaratmayacaq. Ona söz verməyəcək. Kəs səsini deyəcək. Kimsən mən ata yanında sən söz danışırsan. Uşağa söz vermək imkanı verməyəcək. Xanım qorxu ilə yaşayacaq. Onun yanında çay ala. Bir dənə söz deyirəm, mənə əl qaldırır. Buna söz deməyə peşmansan. Bir söz deyən kimi mənə daha demədiyi söz qalmır. Mən bilmirəm, sizin qəlbinizdən xəbər verirəm, yoxsa real hadisələrdir. Amma bilirəm ki, bu hadisələr var. Acı reallıqdır. Ailələr var ki, bir-birini danışmağa imkan vermirlər. Heç söz imkan vermirlər. Bu işdə qidanın təsiri var. Qidanın rolu var bu işdə. Haram əvvəl şirindir, amma sonu acı həqiqətdir. Haramın əvvəli şirin olur, amma sonrası acı olur. Az da olsa halal ruzi çox olan haramdan üstündür. Çünki halalda bərəkət var. Haramda isə bu yoxdur. Haramda rəzalət var, haramda əzab var, əziyyət var. Bu tarixin ən böyük xəbərdarlığıdır. Peyğəmbər övladını qətlə yetirdilər. Qətlə yetirənlər haramzadə idi, haram yeyənlər idi. Amma namaz da qılırdılar. Şümrün deyir, namaz qılmaqdan əlləri qabar olmuşdu. Dizi və əlləri qabar idi. Şümr neçə dəfə, lənətullah, həccə piyada getmişdi. Bilmirəm, 15 dəfə, 16 dəfə, yoxsa 10 dəfə mi? Həccə piyada getmişdi. Deyir, namaz qılmaqda əlləri və dizləri qabar olmuşdu. Amma gəldi Peyğəmbər balasını qətlə yetirdi. Əsas səbəblərdən biri də bu idi ki, haram tikə yeyən idi. Haram tikə idi. İmam Hüseyin ona görə dedi ki, bunlar siz məni niyə eşitmək istəmirlər? Çünki haram tikə yeyiblər ona görə. Ehtiyatlı olun. Allah əmr edir, bizi əmr edir. Bəqərə surəsinin 168-ci ayəsində. Ey insanlar, yerdəki nemətdən halal və pak olanlarından yiyin. Halal və pak olanlarından yiyin. Bir dənə hədis var, çox sevirəm bu hədisi. Peyğəmbər sallallahu buyurur ki, ibadət 10 hissədir, bunun 9-u halal qidadır. Halal ruzu axtarmaqdır. Halal düzü qazanmaq çətindir, amma mümkündür. Yəni, əslində halal qazanmaq, halal işləmək böyük cihaddır. İmam Sadiq əleyhissalam deyir, qılınçla vuruşmaq halal ruzu qazanmaqdan asandır. Bir çətinlik də bilirsiniz nədir, əzizlər? Bir çətinlik də budur ki, insan rahatlığa qaçır axı, komfort bir şey istəyir, diskomfortda razı deyil. Rahatlığa meyilli varlıqdır insan. İnsan unutqan varlıqdır. Tez unudur hər şeyi. Haram tikədə isə ümumiyyətlə unudur. Ümumiyyətlə unudur. Abbasilər xilafət dövründə bir dənəsə hadisəni danışım, dərsimizi bitirim inşallah. Üçün sual cavabı da yer ayıraq. Abbasilər xilafət dövründə təxminən 8-ci əsrin 2-ci yarısında. Hicrətin hicri 2-ci əsrdə. Harun Ər-Rəşidin atası olan xəlifə Məhdi 775-785-ci illərdə hakimiyyətdə olub. Bütün bu hadisələrin mərkəzində dayanan bir şəxs idi. Mən sizə bir şəxs haqqında danışmaq istəyirəm. Şərik Qazı deyirlər buna. Adı Şərik Qazı idi. Əsl adı Şərik ibn Abdullah Ən-Nəxai. Əslən Küfəli idi. Əslən Küfəli idi və böyük bir fəqih kimi tanınırdı. Baxın ha. Zəmanəsində böyük bir dənə alim idi. Nəuzbillah, siz alim deyəndə kim gözünün qabağına gəlir? Elə bilin ki, həmin adamdır. İslamı, şəriəti, fiqhi, elmləri bilən bir şəxs idi. Yenə deyirəm, siz böyük bir İslam alimi deyəndə gözünün qabağına kim gəlirsə, bax bilin ki, həmin adam. Nəuzbillah. Böyük alim idi. Şərik ibn Abdullah Ən-Nəxai. Tarixdə bu adam Şərik Qazı kimi tanınıb. Saraydan və dövlət işlərindən uzaq adam idi. Qarışmırdı, qoşulmurdu.
Bu işlərə yaxın getmirdi. Bir gün bunu qonaq çağırırlar. Şərif qazini. Qonaq çağırırlar. Bir daha deyirəm, zahid insan idi. Zahid insan idi. Çox böyük adam idi. Yox, Şəriki qazi yox. Şürək qazi başqadır. Şəriki qazi mən deyirəm sizə. Şəriki qazi. Şürək qazi o Muxtar İmam Hüseyin dövründə idi, o başqa. Mən danışıram sizə hardasa İmam Hüseyin Kazım əleyhissalam dövründən. Təxminən bu dövrdən danışıram. Elmli, təqvalı, deyir, hətta zahidin. Zahid bilirsiniz kimə deyirlər? Yəni zöhd əhli. Bilirsiniz bu zöhd əhli kimdir? Bir dənə düsturun deyim, həmin alimi təsəvvür edin. Zöhd əhli budur ki, əldə eləyəndə sevinmirlər, əldən çıxana təəssüflənmirlər. Bizdə nə cür? Biz bir şeyi əldə eləyəndə da hamiyə car çəkirik. Ay Allah, belə-belə qazancım var, belə bir şey uğur qazanmışam, məsəl üçün. Sosial şəbəkə qalmır da. Facebook, Instagram, Adnaklar, TikTok hər yanda paylaşırıq. Əlbəttə eyib bir şey deyil, estağfurullah. Biz də paylaşırıq, yəni sevincimiz bölüşürük, paylaşırıq. Amma zöhd əhli belə eləmir. Bir şey əldə eləyəndə sevinmirlər. Əldən çıxanda təəssüflənmirlər. Belə bir adam idi Şəriki qazi. İbn Abdullah Nəxai, əslən Küfəli idi. Abbasi xəlifəsi Mehdi, Harun Ərəşin atası bunu dəvət edir saraya. 3 təklifdən birini seçməsini istəyir. Deyir, ya gəlib ölkənin baş qazisi olacaqsan, yəni sənə ehtiyac var, baş hakimsən. Bizə baş hakim kimədir? Böyük hakimdir, ən böyük hakim. Qazisən olmalısan. Ya mənim övladlarıma dərs verməlisən, onlara müəllimlik eləməlisən. Ya da heç olmasa bir dəfə mənlə oturaq çörək yeyək. Yəni, xoşdur da, şərəfdir bir dənə alimlə oturub. Şərif qazi fikirləşdi ki, qazi olmaq çox çətindir və məsuliyyətlidir. Bilməzsən birini haqqında səhv hökm verərsən, şəri baxımından, bir məhkəmə işlərində, bir torpaq mülkiyyət məsələlərində boyunda haqq qala. Dedi, bu ağırdır, bu mənlik deyil. Dedi, müəllimlik də böyük məsuliyyətdir, bir dən yaxşı dərs verə bilmərəm, uşaqlar səhv istiqamətdir. Ən yaxşı oturum bundan bir loxma çörək yiyim da. Bir loxma otaq çörək yiyək, bəsdir. Canım da bundan qutarsın. Xəlifə Mehdi tapşırıq verdi ki, ən dadlı yeməkləri hazırlasınlar. Amma şübhəli yeməklərdən, baxın ha, düşmən də bizi yaxşı tanıyır, başa düşürsünüz. Mən həmişə bu söz deyirəm, bəzən bəlkə də mənə gülürsünüz. Şeytan bizi bizdən yaxşı tanıyır. Bir dənə söz deyim, şeytan imam zamanı bizdən yaxşı tanıyır. Düşmən səni və sənin müqəddəslərindən yaxşı tanıyır. Sənin müqəddəsləri və səndən daha doğrusu yaxşı tanıyır. Düşmən sənin Quranını səndən yaxşı bilir. Bilmirəm bu sözümü necə başa düşürsünüz, necə algılıyorsunuz, necə yargılıyorsunuz, necə izah şərh verirsiniz. Şeytan səni niyə azdırsın ki? Şeytan səni niyə pis yerə sürükləsin ki? Çünki şeytan sənin sahib ola biləcəyin o potensialın qarşısını almaq istəyir. Şeytan səni tanıyır da. Sənin kimlərsə qoşulub ona zərbə endirəcəyi də bilir. Ona görə sənin o haqqa gedən yolu bağlayır. Hicab çəkir, qadağan, orada şərait, sən yolu var. Ona görə o yollara güllər, çiçəklər səpir ki, sən gedib axıra çıxmayasan, hədəfə yetişməyəsən. Xəlifə də əmr verir ki, mən Şəriki qazinin çörək yiyəcəm, dadlı bir xörək olsun. Amma harada şübhəli qida var, ondan pişirin. Da baxmayın da gedim seçim, eləyim, belə olsun. Yox. Harada şübhəli bir şey var mı? Ged oradan götür. Bir dəfə cəmsi yemək yedi xəlifə ilə. Bir dəfə çörək yedi. Bircə dəfə oturdular, bir dəfə. Elə ki, süfrədən qalxdı, yazırlar ki, artıq əvvəlki qazi deyildi. Əvvəlki şərik deyildi. Onun daxili iradəsini elə sarsıtdı ki, hadisələr bu cür cərəyan. Baxın, hadisələr bu cür cərəyan edir. Necə nə olur?
O yeməkdən sonra həm qaziliyi qəbul edir, həm də müəllimliyi. Oturdun bir loxma çörək yedin, söhbət əsnasında şirin söhbətlər elədiniz. O hər dəfə deyir ya, bir şeyə sevinəndə çalışın vəd verməyəsiniz. Bizdə adətdir, bir dənə əlimizə pul düşən kimi, gör sən nə alacaq, qoy bir dənə qoy işim düzəlsin, yaxşı bir dənə bir gör nə edəcəm. Sevinçli halına çalışın vəd verməyəsiniz. Xülasə, deyir o yeməkdən sonra bir nəticə bu oldu ki, o yeməkdən sonra Şərik Qazi həm qaziliyi qəbul elədi, həm də onun övladlarını dəstəməyi qəbul elədi. İkinci proses nə oldu? Baxın, bir gün qazinin maaşı gecikir. Bir dəfə maaş veriləndə qazinin maaşı gecikir. Yəni pulunu biraz gecikdirirlər, belə deyək. Pulunu gecikdirirlər. Çox sərt şəkildə etiraz edir bunun həmin mühasibə ki, mənim pulumu niyə gecikdirirsiniz? Xəzinədar deyir ki, sən ki, kətan satmamısan, bu qədər niyə hakür salırsan? Yəni, mühüm bir şey satmamısan da sən, nə iş görmüsən ki, böyük? Baxın, görün adama hansı söz deyirlər, fikir verdiniz. Hələ mən nəticənin işim yox, hələ gör işin əvvəlindəyik. O boyda alimli, alim, zahid, bir cəmiyyəti islah edə biləcək qüvvəyə malik olan bir şəxsə, deyir ki, sən nağarmısan ki, nə böyük iş görmüsən, nə satmısan ki, kətan satmısan, sən pulu tez verək. Baxın, Qazi iç dünyasının mesajını verdi bu da. İçindən gələn fikirləri sözlə belə izah edir. Sən nə danışsan, deyir. Mən kətandan da daha qiymətli bir şey, mən dinimi satmışam, deyir. Özü deyil, abi, özü etiraf edir bunu. Mən deyir, dinimi satmışam. Biz nə başa düşdük bu hadisədən, əzizlər? Biz nə anladıq? Biz onu başa düşdük ki, birinci budur ki, haram tükəyi isə bizim daxili görmə qabiliyyətimiz itdi. Yəni, bizim batini aləmlə əlaqəmiz kəsildi. Biz daha görə bilməyəcəyik. Bizim artıq haqqı batildən ayırmaq qabiliyyətimiz itir, sıradan çıxır. Seçə bilməyəcəyik. Bu haqqdır yoxsa batil, adam tanıya bilməyəcək. Bax, ən böyük bəlalarımızdan biri budur. Gəlin qəbul edək. Biz adam tanımırıq. Hə, adı necə qoyuruq? Şimdi mən avama, mən məsəl üçün də sadəyə mənim elə, yo, ondan deyil, səndə problem var, batində problem var, sənin haqla problemin var. Sən ipləri qırmısan, mən ipləri qırmışam, yenə adam tanıya bilmirəm. Sən 15 ildə namaz qılsan, 30 il sən hicab bağlayırsan, 20 il sən saqqal saxlayırsan, bilmirsən filan kəs nə cür insandır. Mən sənin özündə problem var, onda problem yoxdur. O elə həminkidir, səndə də problem, sən tanıya bilməmişsən. Ona görə şeytansız elə belə varlıq bilməyin, şeytan alim ol be. Şeytan mələklərə pişnamaz durubdur. İbadətin hər cür fəndini bilir. Yoldan çıxarmağın ən ləzzətli yollarını bilir, ən modern yollarını bilir. Bütün dövrlər üçün planları var onun. Hər dəqiqə üçün planları var. Adam alimdir. Çox şey bilir. Bir dəfədən bir şey olmaz da. Nə olarsa işin. Ömürdə bir dəfədir da. Qardaşımın toyudur, bacımın toyudur. Nə olarsa da, güya nə olur. Sənin də bir dənə bacın var da, bir dənə əmin oğlu, bir dənə dayın oğlu var da. Güya nə olasıdır ki. Bir dəfə gəldin, otdun, getdin da. Sənin nə gedir ki, Allaha qurban. Gəlsə o tövbə eləyərsən. Bax, bu kəlmələrlə şeytan bizi azdıracaq. Ehtiyatlı olaq. Çox dadlı və cəlb edici göstərir şeytanın oyunu. Bizə qidanı. Çox dadlı göstərir, çox ləzzətli göstərir, çox cazibədar göstərir. Biraz da yumuşaq olsan, biraz da səndə boşluq varsa, səndə çox güclü şəhvət və ehtiras yaradacaqdır. Əgər xüsusən cavandan, gənc insansansa, görürsünüz, bəzən baxırsan 60-70 yaşında bir dənə kişidir, ya bir dənə xanımdır, şəhvət və ehtirasın qurbanı olur. Qat-qat özündən yaşda bir kiçik uşağa təcavüz edir. Nə qədər belə xəbərlər eşitmişsiniz?
fərqli ölkələr, elə özümüzdə də, sosial şəbəkədə də, mediada xəbərləri görmüsünüz. O qədər ləzzətli təqdim edir. O qədər adam özünü bir təhər saxlayır ki, ayla, buna mən qurban getməyim. Bunu vay o gündən ki, imanında problem ola. Problem ola. İxlaslı bəndə olmasa, həmən buna təslim olacaqsan. Həmən sən buna təslim olacaqsan. Buna o qədər misal çəkmək olar. Bax, qəzəbli insanlar buna aiddir. Kaprizli insanlar buna aiddir. Vasvası insanlardır. Hər şey tez inanan adamlardır. Hissə və emosiya qapılan insanlardır. Tez özündən çıxan insanlardır. Biraz dalaşan kimi az qıla əsir həyəcan keçirdir. Bax, bu adamlardır. Bu adamlar şeytan üçün çox zəif oponentdir. Çox zəif, qorxaq insanlardır. Çox zəif oponentlərdir. Şeytan bunları çox rahat azdıra bilir. Biz azdırmaq deyəndə elə bilirsiniz ki, gəl otur maşına gedək günah eləyək. Bu deyil. Siz azdırmaq deyəndə, hə, gəl günah iş görək, gəl zina eləyək, gəl gedib bir dənə bank yaraq, bir dənə oğurluq eləyək. Şeytan gəlib açıq-aşkar deməyəcək ki, günah eləyək. Açıq-aşkar bunu deməyəcəkdir. Sənə gözəl göstərəcək. Bir dənə hadisə, evində bir dənə hadisə olacaqdır. Hirsindən uşaq vuracaqsın. Əsəbindən xanımva əl qaldıracaqsın. Hissdə qapılı sumkavı götürüb at evinə gedəcəksin. Tez işin həll olmaq üçün sələmə girəcəksin. Özünü saxlamayıb adı söz deyəcəksən. Qəzəblənəcəksən. Dəyər dəyməzə sadacaqsan yaxınları bu, doğmaları bu. Əhl-i beytə xəyanət eləyəcəksən. Peyğəmbər məktəbinə, Əhl-i beyt məktəbinə, Kərbəla məktəbinə xəyanət eləyəcəksən. Şeytan puskudadır. Puskudadır. Ramazan ayında bizi çox çağıra bilərlər iftar süfrələrini və biz çağıra bilərik. Amma halal yolla qazanıldığına əmin olmalıyıq. Əmin olmalıyıq. Çox əmin olmalıyıq. Yoxsa bizim halımız heç yaxşı olmaz. Heç yaxşı olmaz. Heç yaxşı ilə gözləməyəcək bizi. Baxın, Şərif Qazi bir dənə dedi, bu kiçik loxman, bir dənə yemək yərəm, yola verərəm da. Dərs deməkdən, qazi olmaqdan yola vermək yaxşı, yemək daha yaxşıdır. Bir loxma saydı, kiçik bir loxma saydı, kiçik gördü, amma axirətini əldən verdi. Biz mübarək Ramazan ayında, əziz və dəyərli qardaş bacılarım, tələbələr, izləyicilərimiz, əgər sən bu ayda halal içəcəyən, bax, bu mayidən, bu sudan keçə bilirsənsə, deməli, biz haram tikədən keçə bilərək. Bunu bacara bilərik. Qazancımızı, ruzimizi yetimin haqqından əldə eləməyək. Kimsə bir xəstənin pulundan istifadə eləməyək. Özümüzü faizdən, rüşvətdən təmizləyik. Həm ruhumuzu, həm də cismimizi. Allahın təala öz izzət cəlalına, Allah axır aqibətimizi bi xətmi xeyr eləsin. Bizi halal və minnətçi ruzilər əta etsin inşallah. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil